Yazın gəlişi ilə təbiət canlanır. Eləcə də ilanlar da canlanır. İlanların aktivliyi artır. Son günlər Bakıda və Yarımadanın bəzi ərazilərində ilanlara daha çox rast gəlinir. Problemi ətraflı nəzər yetiririk. Yəni çimərlikdə əgər elə bir şey olsa, yəqin ki, qoymazlar belə ilanlar qalsın. Təlxələrdir, eyrenslərdir, su ilanlarıdır, qız ilandır. İlanlar qış dövründə pasiv vəziyyətdə olduqları üçün temperaturu yüksəldikcə onlar da aktivləşir və üzə çıxırlar. Nəticədə sürünənlər daha çox açıq sahələrdə və yaşayış məntəqələrinə yaxın ərazilərdə müşahidə olunur. Baxmayaraq ki, aprel və may ayları sərin keçir, amma hər an ilanlara rast gəlmək olur. Apardığımız sorğular zamanı bəzi sakinlər ilan görmədiklərini desələr də, amma sosial şəbəkələrdə yayılan görüntülər bu halların mövcudluğundan xəbər verir. Heç bir yerdə ilan zad yoxdur. Yəni çimərlikdə əgər elə bir şey olsa, yəqin ki, qoymazlar belə ilanlar qalsın. Təhlükəli ola bilər. Ancaq buraya axı ilan buraya gəlmir axı. Mən buraya ilanı görsəm deyərəm sizə. İlan o yanda ola bilsin vardır. Başa düşdünüz? Hə. Mən burada ilan görməmişəm. Xüsusilə zəhərli ilanlar daha aktiv olur. Yağış suları onların yuvalarına dolur. Məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Azərbaycanda deməli 30 növ sürünənlər var, ilanlar var, onlardan 22'si yalnız zəhərsizdir. Təlxələrdir, eyrenslərdir, su ilanlarıdır, qız ilandır. İnsan üçün qorxulu zəhərli sancmanı eləyən gözələrdir. Azərbaycanda 4 növ gözə var. Amma qaldı başqa ilanların. Heç birisi zəhərli deyil, onlarda zəhər aparatı yoxdur. İnsan üçün qorxulu zəhərli sancma elə bilmir. Nə qədər aqressiv olsa, vahiməli görünsə də insan üçün heç bir qorxusu yoxdur. Təkcə aprel ayı ərzində 3 nəfər ilan sancmanla əlaqədar kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə müraciət edib.